bilirsən, mən vətənimi nə qədər sevirəm. Onun üçün necə darıxmışam. Bax, bu torpağı o xarabalıqdan evimizin yerindən götürmüşəm. Özümlə aparmaq üçün götürmüşəm. Fərrux! Fərrux! Ha? Sənə nə oldu? Fərrux! Fərrux! Qalk! Qalk mənim balam, qalk! Böyle. Vay atonla, ölü də dirilərmiş. Belə həşəratların yaşaması bəs deyil, hələ özləri kimisində törədirlər. Atalar yaxşı deyil, ot kökü üstə bitər. Belə atadan elə də oğul olar. Adamların ürəyini bilmək olmazmış, yoldaş mayor. İnana bilmirəm. O yollar çox çətindir. Qayalıqdır. Hardasa azıblar. O yerləri bir də axtarmaq lazımdır. Yoldaş mayor, onun oğlu Serjant Əsədovu siyahınızdan silin. Qəmbər əmi, adamın üstündən qələm çəkmək asan deyil. Fərrux gözümüzün qabağında böyüyüb, tərbiyə alıb, şərəfli həyat yolu keçib. Sarxan da bu dağların oğlu idi. Amma gördünüz özünə nə yol seçdi? Hər şey öz qaydasındadır. Buyurun tamaşa edin. Hə, yaxşı hərifdir, əyləşin. Varonin, yoldaş Varonin, sərhəd pozanı gətirin. Bilirsiniz, təzə xəbər var. İkinci sərhəd pozan Serjant Əsədovun atasıdır. Nə danışırsınız? Hardan bildiniz? Axtarışdan qaydandan sonra Qəmbər iddia edirmiş ki, sərhəd pozanın keçdiyi yolları ancaq yerli adam tanıya bilər. İcazəmlə ona fotonu göstəriblər, o da... Demək belə. Xoşa gələn hadisə deyil. Göstəriş verdim ki, bir də axtarsınlar. Sizə məlum olan casus qrupu fəaliyyətini mühüm bir obyektə genişləndirib. Yaxşı, bu barədə sonra. Oturun. Siz gedə bilərsiniz. Olduq. Təşəkkür edirəm. Deməli, təkid edirsiniz ki, bu adamın bələdçisi olmuşsunuz. Bəli. Cənab bələdçi, bəlkə həqiqətə oxşar bir şey uydurasınız. Atamın göraq qağana çənik. Mən heç bir şey uydurmuram. Burada anadan olan və bu yerləri beş barmağı kimi bilən adama siz yol göstərə bilməzsiniz. O sizə bələdçilik eləyib. Günahımı boynuma almağa qorxurdum. İkimiz də qaçaq mal üçün gəlmişdik. İnandırıcı deyil, siz birlikdə qaçaq mal üçün gələ bilməzdiniz. Sərxan cəsarət edib onu tanıyan adamların yaşadığı yerlərdə görünə bilməzdi. O elə bilir ki, Sərxan qaçıb. Ona görə bizə nağıl danışır. Əyri oturaq, düz danışaq. Sərxan sizə bələdçilik eləyib. Elədirmi? Tutaq ki. Özünüz yaxşı bilirsiniz ki, daha tutulası bir şey qalmayıb. Əgər siz qaçaq mal üçün gəldiyinizi etiraf edirsinizsə, ümidvaram ki, saatlardan da boyun qaçırmazsınız. Siz mənə kontrabandadan başqa heç nə yamaya bilməzsiniz. Kontrabanda isə cürbəcür ola bilər. Heç kəs sübut edə bilməz ki, o saatlarda mənim xəbərim var. Edərik. Lap yaxşı sübut edərik. Naməlum dostunuz sizin üçün çox maraqlı bir sənət hazırlayıb. Feyzigildə də bundan ötü görüşəcəydiniz. Dostunuzun köməyi ilə mikropilyonkadakı obyektə soxulmalıydınız, bəli cənab Roytiner. Elədir. Nə oldu? Danışacaqsınız. Çarəniz yoxdur. Yollar sərhədçilər, Serjant Əsədovun axtarılması və sərhəd pozanın tutulması üçün iki axtarış qrupu ayrılır. Axtarış Tilsimli dağda aparılacaqdır. Süvari axtarış qrupu ilə
yoldaş Qəmbərdə gedəcəkdir. Bu qrupa Serjant İvanov başlıq eləyəcək. Siz yoldaş Serjant axtarışa Ceyran keçməzdən başlamalısınız. Aydındırmı? İkinci qrupu mən aparacağım. Görüş şiş qaydadır. Sualınız var? Xeyr, yoxdur. Yerinizə! Qəmbər əmi, mənim sizdən bir xahişim var. Gümanınız gələn bütün yerləri axtarın. Ola bilsin ki, sərhəd pozanın keçdiyi yollarda... Yoldaşmaya, məntəqədən məlumat verdilər ki, Zastavaya naməlum adam gətirirlər. Get. Hər şey olduğu kimi danış. Eşidirsən? Olduğu kimi. Əgər doğrudan da günahın yoxdursa, onda mən sənin oğlunam.